Herkese selam dostlar. Bugün sizlerle birlikte Blox Fruit oynuyoruz ve bugün sizlerle birlikte Blox Fruit'te yan hesabımı kasırıq. Yan hesabımda 29 leveləm ve bu videoda yan hesabımda 50 level olup 50 level olup fruit atmaya çalışacağıq. Yani böyle. İndi ve bu seri olarak devam edecek. Yani her gün bu hesapta biraz səviyyə kasıp sizinle paylaşmaya çalışacağım. O ilk fruitimiz ama oyunun en pis fruitlerinden birisi. Roketten böyle pis olan fruit. Onun için tutamam. Neyse. Yine. Çekecek video tapabilmedim. Ben de böyle bir video çekmeye kararına geldim. Gorel King'i öldürək. Bütün statlarımı zaten şeye basmışım. Milliye 85'ti. Spam olmuş olar diye düşündüm. Okey. Tamam. Zaten Blade çıksa zaten net yiyeceğim. Çünkü Blade bayağı lazım şu anda. Yani Blade birinci denizin en yaxşı seviye kasıla bilen fruitlerinden birisidir. Oy tamam. Oo, ay da telif. Telif yiyeceğim desem neyse olmaz. Size düşün değer. Aynen kardeşim. Hep öyle olmuştu zaten. Neyse. Biraz kasak öldü hiç olmaz. Hiç olmaz. Bir dakika ben grafiklerini yükseldi. Uzağa görebilirim. Doğru. Neyse. Okey indim. İnşallah 50 level promo olarıq. Daha doğrusu süratli bir şekilde. Yani bir 20 de kasmaq. Oha bu kadar. Oha gözde. Biraz güzeldi ok. Ay daha canı fullanır. Bir ölmeden eləməliyəm. Qaç. Bax indi sadece bu var. Başka heç nə yoxdur. Bir tane fruit. Spring fruit'i. Hayatımda spring fruit heç vaxt yeməmişəm. Öldüm. Kaç. Canım 100'dü. Onun için biraz burada çətinlik çəkə bilərəm. Canım da olsun. Gorilde bir de öldürmeyi var. Kaç. Bat. Ay bura yok. Saçtım. Gitti öldü. O ölmedi. Hoppa yarcana getirdik. İndi. Böyle bir şey eləyəcəyik. Combo atacağıq buna. Bu artı bu. Bizim 29 seviyeden max combo. Bundan sonra korsan yok. Bundan sonra korsan köyüne geleceğiz. Öyle bir yerde geleceğiz. Bak. Kaç. Pat. Bam. Montez öldürək ya da o biriləri öldürək. Minimumları. Sonra bence şey alaram, air jump falan alaram çünkü air jump bayağı lazımlı bir şeydi. Sonra da aura, sonra da yığıp daha bilmem ne var. Al sana combo. Bam. Combo. Bizim max combo. Yeah, neçə level olduq? 31. Bayağı yaxşı level. Okey. İndi
Təzə yerə gedək. Spring fruit yemədim çünki suyun üstündə gedə bilməyəcəyik spring fruit ilə. Təknə sifariş eləməliydik. Onun üçün pis olacaqdı. İkinci bura gedək, oradan da o bir adaya. Neyse. Biz gedirik və orada video təzədən başlayır. Və dostlar, çatdıq. Hə, düz demişəm, korsan köyü. İndi korsanları kəsməliyik. Və 3000 pul verirlər, pis deyil. 3000 pul. Kəsək. Yani. Aha, görev 34 level. Geçen. Blade çıxar görürsən. Roket çıxsa yiyərəm. Roket pisdir əslində, amma axır ki, heç olmasa o birindən yaxşıdır. Nəysə, burada artıq videonu kəsəcəyik. Hər görevdən bir eləyəcəyik, yəni. Hər görevdən bir. Geçen bu görevimiz bitti. İndi 40 level oldu. İndi 50 level olana kadar ya da 55 level olana kadar yine ben kasacağım ve sonrasında ise gelip fruit atacağıq və videonu sonlandırmağı düşünürəm. Bunlar yox. Və yeni NPC'lərimizi kəsməyə gedək 8 dənə. 2 level atlayacaq deyəsən, ha. 2 level atladıq. Yəni davam edəcəyik hələ. Əslində XP boost işlətmək istəyərəm. Hətta bəlkə də indi XP boost-a baxacağıq. Hələlik bir dənə işlətəcəm, 10 ya da 20 dəqiqəlik. Hətta 10 dəqiqəlik işlətəcəm çünki tez bir şəkildə, yəni tez kasaq. Yəni mən XP boost işlədəcəm indi. İşlədəcəm yəni elə. Baxa görə yəni məndə əvvəldən qalma kodlar bu nədir? 20 dəqiqəymiş. Nəysə heç olmaz. Zaten bir dənə NPC'ni 5 dəqiqə. O kadar da değil. O boss dəqiqə. Boss'u da öldürənməyəm aslında. Bir dənə görev eləyim. Yəni bu NPC'lər sayın kəsim. Gələcəm boss. Lanet olma. Çünki boss'dan daha çox şey alırıq. Boss'un da az can qalıb, onun üçün tez gedim. Neçə olduq? 47, 49 olar mı? 46. Neçə level? 3 level atladıq da. Gəldim boss. Boss hanı? Boss gitti. Ortada. Hop. Belə biraz da hasar verəcəm çünki güclü flame adam. Oha. Bu arada şefi falan şey eləyiblər, reworkləyiblər, yəni təzələyiblər. Aha nə biləcək. Heç sən vermədi. Neysə. Öləcəm. Hop. Bam. Və 50 level oldum. 20'liyə bas. Okay. İndi gedək bura başlanğıc yerinə. Oy. Bu arada parmağımı kəsmişəm deyə kəsmişəm. 48k pulum var. Stokda görəsən nə var? Blade var stokda. Ay ya, stokda blade olsa. Stokda blade.
Yaxdı. Dönəm var. Pis meyvə çıxsa, bəlkə dönəm alaram. Bu arada grafikləri azaltmışam kasır deyə. Oyda 11 dəqiqə qaldı. Amma o 11 dəqiqəni yaxşı dəyərləndirməliyik. Yəni buradan blade çıxsa yaxşı dəyərləndirə bilərikmi? Canla azaldıb blade ilə öldürə bilərik. Yəni. Hop. 800 olub bu arada enerjimiz. Min eləyək, cana basacağım. Neçədir? Okey. Min eləyək, cana basacağım. Enerjini min eləyək. O və açırıq. Nə dragon çıxır o izbil. 32 min istəyir və smoke. Ayda bunu yiyim. M1 var bunun. Smoke'un M1 var idi. Smoke'un M1'i. Smoke'un. Ay mən niyə bura baxıram? Bura gəl. Smoke M1 smoke. Yoxdur. Bəs yiyim amma. Yiyim. Bəs amma yerdən tapa bilərəm. Yerdən qəşəng fruit tapa bilərəm bəlkə. Neysə. Onda bunu biz store'umuza ataq. Və fruit açma yerində də videomu bitirək. Aha. Beləsinə burada screenshot da alacağım birazdan. Neyse dostlar, sağ olun. Kanala abone olub like atmağı unutmayın. Məncə yaxşı bir video oldu. Onun üçün bu elə videoların gəlməsini istəyirsə kanala abone olub və like atmağı unutmayın. Neyse sağ olun. Gələn videoda görüşərik.